16 iyun tarixində ABŞ-dan Avropaya doğru görünməmiş miqyasda hərbi hava daşınması həyata keçirilib. ABŞ-ın bazalarından azı 32 yanacaq təyyarəsi havaya qalxaraq Avropa üzərindən Orta Şərqə yönəlib. Bu missiyanın detalları açıqlanmasa da, adi hərbi təlimə bənzəmir. Bu qədər tanker təyyarəsi eyni vaxtda 200-dən çox döyüş təyyarəsini dəstəkləyə bilər. Bu, ciddi hazırlığın göstəricisidir. Sakit Okeandan Orta Şərqə. Bu arada dünyanın digər tərəfində ABŞ-a məxsus USS Nimitz təyyarə daşıyan qruplaşması Vyetnamda planlaşdırılan dayanacağı ləğv edərək Cənubi Çin dənizini tərk edib və Orta Şərqə yönəlib. Orada artıq başqa təyyarə daşıyanlar da mövcuddur. Bu tip güc toplama adətən böyük miqyaslı hava hücumlarının xəbərçisidir. Əgər ABŞ İsrailin İrana qarşı hücumlarını açıq şəkildə dəstəkləyəcəksə, bu təyyarələr və daşıyıcılar ən vacib silahlar olacaq. Trump və Netanyahu tələblər artır. Son günlərdə İsrailin baş naziri Netanyahu dəfələrlə Trumpa müraciət edərək ABŞ-ın İrana qarşı müharibəyə qoşulmasını istəyib. Trump bu təzyiqə tabe olmuş kimi görünür. O, İranın qeyri-şərtsiz təslim olmasını tələb edir və Ayətullahın yerini bildiklərini deyib, amma hələ ki ona toxunulmayacağını bildirib. Taxt-tac uğrunda yeni oyunçular. Daha az diqqət çəkən bir xəbərdə isə sürgündə yaşayan İran şahzadəsi Rıza Pəhləvi ölkənin təhlükəsizlik qüvvələrinə çağırış edib. Rejimlə əlaqələri kəsin, xalqın yanında olun. İranın indiyə qədər vahid müxalifəti olmayıb. Amma şahzadənin bu addımı vəziyyəti dəyişə bilər. Natanzdakı zərbələr və qorunan obyektlər. Peyk görüntüləri İranın əsas uran zənginləşdirmə mərkəzi Natanzda ciddi dağıntılar olduğunu göstərir. Strateji binalar dağıdılıb, onlarla elm adamı həlak olub. Amma İranın ən qorunan obyekti Fordo zavodu dağın içində yerləşir və heç bir İsrail silahı ora çata bilmir. Bundan da təhlükəlisi, Natanzın cənubunda inşa olunan Pikaks adlanan daha dərin bir obyekt var. Bu yerin daxilində daha geniş sahələr, daha çox tunel girişləri var. İran buranı beynəlxalq müşahidəyə qapalı olduğunu elan edib. Əgər İran nüvə silahını bu qarşı durma zamanı toplamaq qərarına gəlsə, məhz burada edəcək. ABŞ-ın yeganə silahı GBU-57. Pikaks və Fordo kimi obyektləri yalnız GBU-57 adlı xüsusi bombalar dağıda bilər. Bu bombanı isə yalnız B-2 bombardamançıları daşıya bilir və bu təyyarələr yalnız ABŞ-da mövcuddur. İsrailin belə bir imkanı yoxdur. Bu isə deməkdir ki, İranın nüvə proqramını sıradan çıxarmaq üçün ABŞ-ın birbaşa iştirakı qaçılmazdır. Hava koridoru və yeni plan. Yanacaq təyyarələrinin çoxu İtaliya, İspaniya və Almaniyadakı bazalara enib. Bu bazalar adətən Orta Şərq əməliyyatları üçün atlama nöqtəsidir. Məsələn, İspaniyada yerləşən Moron bazasından B-2 bombardamançıları yanacaq dolduraraq birbaşa Orta Şərqə uça bilər. 32 tanker, 200-dən çox döyüş təyyarəsini havada saxlamaq deməkdir. Bu sadəcə təlim deyil. Yəqin ki, ya İranın özünə birbaşa zərbə planlaşdırılır, ya da İsrail təyyarələri daha çox bomba daşıya bilsin deyə havada yanacaq doldurma əməliyyatı təşkil olunur. Dia doktrinası və qaranlıq gələcək. İsrailin bu müharibədə tətbiq edə biləcəyi Dahya doktrinası olduqca mübahisəlidir. Bu strategiya müvəlli infrastrukturun ağır bombardamanını nəzərdə tutur ki, insanlar təzyiq altında qalsın və yerli hakimiyyətə qarşı çıxsınlar. Bu, Beyrutun Dahya məhəlləsinin 2006-cı ildə İsrail tərəfindən yer üzündən silindiyi doktrinadır. Ehtimal olunur ki, bu yanaşma Tehranda da tətbiq olunacaq. Nəticə, çox sayda mülki insanın həlak olması və böyük qaçqın axını. İranın cavab strategiyası. İran anlayır ki, ABŞ hücuma qoşulsa cavab verməli olacaq. Bu səbəblə hipersəs raketlərini yerin dərinliyində saxlayır. Bu raketlər ABŞ-ın Kipr, Qətər, İraq, Kuveyt və Şəbə və İordaniyadakı hərbi bazalarını hədəf ala bilər. Əgər bu raketlərdə radioaktiv maddə daşıyan çirkli bombalar istifadə olunsa, fəlakət daha da böyüyə bilər. Qaçılmaz qarşı durma. ABŞ-ın dərin tunellərə nüfuz edə biləcək silahları olsa da, İran çox diqqətli davranır. Bu sadə qarşı durma deyil, bu 40 ildən bəri hazırlanmış bir müharibədir. Hər iki tərəf son qərara yaxınlaşır. Qaranlıq gələcəyə doğru. Bu müharibə təkcə güclər arasında deyil,
Bu eyni zamanda beynəlxalq hüququn, insanlığın və etik dəyərlərin sınağıdır. Qurbanlar çox olacaq. Amma unutmayaq, son dəfə kimsə ABŞ bazasını vurduqda cavab daşınan günəş oldu.